Buzovnanın tanınmışları ilə gəlin birlikdə bir də tanış olaq. Əslində onları tanıtmağa ehtiyac yoxdur, sadəcə yad edəyin. Qeyd etmək istəyirəm ki, Buzovna qəsəbəsinin mərkəzində 206 saylı tam orta məktəbin qarşısında kiçik bir park vardı. Burada Buzovnadan olan tanınmışların büstləri qoyulub. Əslində bir hissəsinin büstü qoyulub, amma bu çox təqdirə layiq bir haldır. Bütün rayonlarda, qəsəbələrdə belə parkların olması yaxşı olardı. O gələn turistlər də həmin qəsəbənin, həmin rayonun tanınmışların tanısınlar. Sidqi Ruhullah SSR xalq artisti olub. Məşədi Azər Qəzəlxandır, Əliağa Vahidin ustadı olub. Hacı Dadaş Qayıb Qəzəlxandır. Həşim bəy Saqib, bu da Qəzəlxandır. Onun qızını daha yaxından tanıyarsınız siz. Nəcibə Məlikova, onun da büstü var burada. Nəcibə xanım SSR xalq artistidir. Ögey anada Dilarə obrazı yaddaşlarda qalır. Digər tanınmışlar da vardı burada. Səmədzadə İsmail, əslində mən bunu tanımadım. Amma soyadı Səmədzadə soyadı mənə tanış gəlir. Çünki İqtisad Elmlər doktoru Ziyad Səmədzadə də bu kənddəndir. Bəlkə də eyni kökdən, eyni soydandılar. Onun qızı bəstəkar Aygün Səmədzadəni də hər kəs tanıyır. Buzovnanın bu yaxınlarda vəfat eləyən tanınmış qəzəlxanı var idi. Arif Buzovnalı, Allah rəhmət eləsin. Sonra Nəsibə xanım Zeynalovanı yad eləyək. Səhnəmizin qaynanası. O da Buzovnalıdır. Atası Cahangir Zeynalov dövrün tanınmış şəxsiyyəti olub. Nəsibə xanım öz övladına onun adını verib. Və digər yaddan çıxanlar var. Sonra Kənan Hacı vardı, yazar, jurnalistdir. Həm də qəşəng yazıları vardı. O da Buzovnadandır. Belə Buzovnanın yadımda qalan, tanıdığım şəxsiyyətləri barədə məlumat verməyə çalışdım.